İzləyicimiz soruşur ki, nə istifadə eləyək ki, qaraciyərimizdəki yağlar ərisin və bu suala həmin bu video ilə cavab vermək istərdim. Belə ki, günümüzün tibbində hər nə qədər irəliyə getsək də, təəssüf ki, qaraciyər yağlanmasını əridən hər hansı bir standart dərman müalicəsi yoxdur. Təbii ki, bu mövzuda araşdırmalar gedir, amma bugün icazə verilmiş belə bir preparat yoxdur və burada böyük iş məhz öz üstümüzə düşür. İndi sizə bir neçə punkt sadalayacağım ki, məhz o punktlar sayəsində qaraciyər yağlanmasını böyük ölçüdə geri döndürə bilərik. Belə ki, əvvəla qidalanma birinci növbədə. Qaraciyər yağlanması qidalanmaya bağlı olaraq günümüzdə artdığı kimi qidalanmanı tənzimləyərək də bu prosesi müəyyən qədər yaxşılaşdıra bilərik. Belə ki, tez bədənimizdə sovrulan hazır qidalar və yaxud da hazır şəkərlər əvəzinə, əksinə qida rasionumuzda meyvə tərəvəzi, meyvədən də çox tərəvəzi, uzun gec bağırsaqlar tərəfindən həzm